Herkese salam, mən Jakrat, xoş gördük sizi yeni videomuzda. Bu videoda lich kasmağa çalışacağıq, hansı ki 5 günümüz qalıb və nihayət çıxmağa bir balaca yolumuz var. Yəni təxmini 20 dənə oyunu məğlubiyyətsiz utsaq, rahat nihayət çıxacağıq. Amma ki məğlubiyyətsiz utsaydıq rahat elə dünya yüzlü, ilk yüzdə oynayardıq. Amma yavaş-yavaş orada qalxacağıq. Yox, keçək oyunlara. Viper dəstəsi ilə oynamağa çalışacağım. Hansı ki əslində 5-ci ligdən çoxdan çıxmalıydım. Neçə dəfə olub ki 5-ci ligin axırıncı pilləsinə çatmışam. Ondan sonra ancaq düşmüşəm. İndi bu dəqiqədə 2-ci pillədə idi, səhv eləmirəmsə. Yox, yenə davam eləyək. Normalda Viper dəstəsini əslində çox da belə məsləhət görmürəm. Çünki antisi çoxdur. Mənim öz dəstəm, misal Viper'a qarşı çox yaxşı iş görür. Deməli, rəqiblə oynayır, rəqibin hələ oynadığı dəstəni bilmirik. Yəqin ki tomruk atmadığıma görə peşman olmaram. Əla. Deməli, bir yerdən sonra bu arada binicini kuleyə çəkə bilməyəcəyik. Adam nə etməyə çalışır? Yerasan oradan niyə buraxdın? Boşuna buraxıbmış. Deməli, bir dənə elə belə goblinlərlə baskı. Binici ora getməz də deyə düşünürəm. Əla. Nə inədin? Nə qədər iksir işlətdin? Evrimli cəllada hələ ki əlimdə saxlayıram. Biniciyə qarşı çox yaxşı iş görür. Səni özüm çəkdim əslində bu tərəfə. Yoxsa binici bir dənə vurmalı idi. Deməli, tomrukla da əslində nəsə eləyə bilərdik. Çox etmədim tomrukla, moment əlimizdə idi ya yox. Dart Goblin. Binici gələ bilər. Bu arada binici gəlsə indi biraz problem yaşaya bilərik. Onu kuleyə çəkməyi də istəmirəm. Yəni çünki indidən bu qədər çəkib kule canını azaltmağımız sonradan daha pis ola bilər. Ki hasarda qabaqdayıq. Valkür yenə sol tərəfdən bu arada girəcək. Bu dəfə daha düzgün bir şəkildə girə biləcək. Kasırqa. Aha, qəti kuleyə vurma. Dart Goblin də kuleyə vurmasın. Güzel. İndi top gələ bilər əslində bu tərəfə. Amma Executioner'la danışamadım. Elə belə yoxlayacaqdım. Aha, Evo Valkür bu arada bunu saxlaya biləcək. Elə eləməliyik ki, həm əlimizdən evrimli cəllad olsun, həm də ki evrimli Valkür olsun, ya da ki ən azından kasırqa olsun. Bu arada yarasalar yəqin ki bir iş görən deyil, yenə də o bir dənə vurmasın deyə ortaya buz ruhu atdıq. Bura bir dənə elə belə Valkür atıram, binici gələ bilər əks tərəfdən. Bir dənə goblinlərlə bunu arada sıxışdıraq. Kuleye gəlmə. Əla. Əslində buz ruhun yenə də dediyim ki, hər ehtimala qarşı atmışdım. Amma ehtiyac yox imiş. Bu arada buna ox neydi? Bu bir kartı atmalıyam. Binici əks tərəfdən gələ bilər. Bunu ana kuleye çəkək. Bu dəfə top biraz pis oldu. Neysə, yox. Biraz gözləyək, tomrukumuzu göndərək. Valkür əlimizdədir. Hələ ki hər şey qaydasındadır. Bu arada bir dənə bunu belə atacağım. Bura. Tez çək. Bir dənə vurdu. Bu arada ortaya top gələcək. Raket ata bilərəm, amma ki ata bilmirəm. İksirimiz o qədər çox deyil. Executioner'dan sağ tərəfə kilitləməliyəm. Yoxsa adam əməlli hasar verəcək. Bu arada o Dart Goblin də bizim işləri körlüdür. Binici sən neyinirsən orada? Kasırqa plus cəlad eləsəm, məncə bütün eşleşmeni bitirebilir ama arkadaki kart ölse.
Əla. Birini də vursa çox yaxşı olar da, nəysə. Buz ruhu dondur onu. Süper, süper, süper. Bu arada 2 dənə yediyimiz hasar əslində çox belə boş bir hasar olub. Yenə cəlladla Dart Goblin'i vurmaq üçün bu arada göndərdim. Evo Valkyr, Evo cəlladın kombosu atakda çox qəşəng işə yarayır, amma ki binici bir dənə vurdu. Bu arada uy. Ya hasar oyun bitməsinə baxmamışdım, o qədər dalmışdım ki qudqayım. Oyun necə davam eləyir, hasarlar nə yerdədir, heç birinə fikir verməmişdim, amma çox qəşəng oyun getdi. Keçək növbəti oyuna. Deməli, 8 illik oyunçu gəldi qarşımıza. Hansı ki, bu arada biz 4 illik oyunçuyuq. Keçək. Binici ilə başlanğıc. Yəni, nə oldu? Yenə binici gəldin qabaqma. Valkyr arxadan evrim çevirmək vacibdir. Bu arada Valkyr onları təkləyən deyil. Əslində biraz diblərinə düşsəydi təkləyərdi də nəysə. Fıçıb bir dənə vurdu. Ona görə hər şey qaydasındadır. Rəqibin qurduğu dəstə böyük ehtimal öz dəstəsidir. Belə bir dəstə mən xatırlamıram. Bəlkə də necəsə bir logbait yığmağa çalışıb, onun üçün belə bir dəstə qərarına gəlib. Nəsə biz soldan bir dənə elə-belə baskı eləyək. Bu arada bu dəstədə bir dənə problem. Ops, kuleyə qaçırdıq. Nəsə eyb yox. Cəllad ən azından bir baskıdır orada. Nəsə bu aralar əslində raketləri tam da yaxşı ata bilmirik. Ümid edirəm bunlar düzələcək. Bu arada raket atsaydıq ora, indi bu dəqiqə oranın 540 daha az canı var idi. Və daha belə qəşəng, necə deyim, göz dağı verə bilərdik. Amma eyb yox. Ən azından cəlladı vura bildik. Yəni, kuleyə vurmasaq da çox da böyük problem deyil. Amma sırf ona görə oyunu udursam, nə bilim. Deməli, binici ilə keçsək, adam top atacaq. Buradan raket atardım da ehtiyac yoxdur. Aa, cəllad. Amma cəllada rəxmən bir dənə vurulub. Misal üçün, bayaq mən niyə əlavə kart atırdım buna görə. Bu arada bura binici gələ bilər deyə raket deyirəm. Yəni, binici gəlməsə belə. Uy, binici də gəldi. Çox qəşəng. Binici vurma, vurma. Super. Bir dənə buz ruhu ilə də baskı eləyəcəkdim. Adam da ən azından bir dənə belə tomruq şeysi elədi. Deyək, o da müəyyən qədər tutuzdurdu nəysə. Bu boyda iksir çarını dəyərləndirmək üçün arxadan cəlladla çıxıram. Bu arada körpüdən də bir brama girə bilərdim, amma hələ ki qalsın. Əks tərəfə bir dənə raket nə idi? Binici atıram. Bu dəfə raketi tutuzdura bildik. Valkyri əlimdə saxlayıram. Binici üçün bura şövalye gələ bilər deyə kasırqa. Ana kuleni astıq, amma eyb yox. İndi binici gələ bilər. Uy, fıçını çox arxaya atdı. Onu gördüm. Prosta o cəllad nə idi? Binici bir dənə vura bilər. Super. Yəni, bəzən çox da güvənmirəm mən evrimli Valkyrə. Bizim raketlərə bugün nəsə olub. Bugün deyəndə bu aralar. Bu arada bura raket atmalıyam əslində, amma raket əlimizdə deyilmiş. Və mən cəllad hasarları yedim boş-boşuna. Nəsə, hasarda qabaqdayıq əsas məsələ. Binici ilə çıxa bilərik. Buraya yəqin ki, şövalyədən zətdən atar. Şövalyədə at. Səni kuleyə çəkək biraz. Kuleyə vur. Əla. Binici gələ bilər deyə raketi göndərirəm. Nəsə, eyb yox. Binici gəlməsə belə can sağlığı olsun. Deməli, binici bir dənə vur, bəsdir. Çox vurma, çox vurma. Super. Onsuz da hasarda hələ ki qabaqdayıq. Deməli, cəllada görə raket. Başqa kart atarsan ora. Mesela biz cəlladımızı ataq, düzdür, bu adi cəllad çox da bir qəşəng etki eləmir binici üzərində. Amma kasırqa eləyir. Kasırqaya gəl, kasırqaya gəl. Uy, hasar. Adam əməlli hasar verdi.
Bəxtdən Valkürümüz düşmədi bu tora belə deyək. Bu arada bir dənə raket atmalıyam kuleyə. Evo Cəllad əlimizdədir deyə çox da belə böyük problem olan deyil. Misal üçün binici üçün. Amma indi bu dəqiq ola bilər. Binicini vur, binicini vur, binicini vur. Lan binici. Raket. Oy oy oy, good game. Oyun axırında bildiğiniz satırdım da. Yəni, raketlərə çevrilməsəydim bəlkə bu boyda hasar yiyən değildi. Amma yaxşı qurtardıq. Nəsə keçək növbəti oyuna. Deməli, bir də bu dəstədə bir dənə problem 14 səviyyə goblinlərinin olmağıdır. Yəni, hansı ki, qabağa çarpmalı bir dəstə gələndə goblinləri təkləyə bilir. Yəni, çarpma normalı təkləməməlidir, amma ki, 15 səviyyə bir çarpmalı adam gələndə bizim 14 səviyyə goblinləri təkləyə bilir. Bu arada adam dev mezarlıq oynayırsa işimiz çətindir. Sən orada taret basarsan, qardaş. Yəni, mən sənə güvənmirəm, amma nə atım sənə mən? Maksimum cəllad ata bilərəm. Tarete bak, taret. Kulemizin yarısını aldı. Cehennem ejderi de sağ olsun. Bütün iksirimizi körladı. Neyse, sağa sola eyni hasarları bərabərləşdirdik. Bərabərləşdirmədik, daha çox aldıq. Ki sağa sola biz eyni hasarı vermişik və birebir eyni hasardır. Deməli, biz nə edə bilərik? Adam dev oynayır. Evo Cəllad əlimizdədir. Arxasından nə ata bilər? Dev mezarlığa oxşamır əslində, amma inanmıram ki, bunun mezarlığı olmasın. Silah şör, milah şör, hər şey var adamın əlində. Cəlladı qorumaq üçün bu arada Valkür atdım. Yəni, qoy yaşasın. Buradan bir dənə baskı eləyək. Yəqin ki, bura Valkürdən zaten atar deyəcəkdim. Hayalet atdı, amma biz kasırqa ilə bir dənə bunları çəkək deyəcəkdim. Ah, Cəllad, heyif. Bugün Cəlladın günü deyil. Bir dənə vur Valkür, super. Deməli, bura bir dənə belə Cəllad. Bir də arxaya goblinlər atacağım. Sırf bu nə deyirlər ona, əjdəri oyalamaq üçün. Buz ruhu biraz yersiz oldu, ona fikir verməyin. At tareti var, başqa cür vura bilmirsən. Valkür səni ortaya atmışam, sonra düşürsən, neysə. Deməli, yenə biz binici ilə çıxaq, oraya nə atacaqsan, heç nə ata bilmirsən. Amma heyif, binici orada olmasaydı raketi yapışdırardım. Heyif deyəndə binici kuleni aldı, deyir nə istəyirsən bir adam. Əşq qəşəyi oxlar əlindən çıxdı deyə Cəlladı qoruya biləcək. Bu arada bir dənə bura kasırqa raket. Bu dəstədə ən çox sevdiyim bir hərəkət budur. Yəni, kasırqa raket. Əslində bu videoda bunu bir dəfə də olsun eləyə bildik. Silahşör nədir? Silahşörün yerinə sonrasa mezarlıq qoysan daha yaxşı idi. Deməli. Bir oyun da məncə oynayaq. Ondan sonra videonu tamamlaya bilərik. Ki, görək 4-cü oyunumuzdur, səhv eləmirəmsə. Goblinlərlə yenə ataka çıxa bilərik. Bu arada adam ağır bir şey oynayır. Yəni, kulesindən bəllidir. Böyük ehtimal iksir golemidir. Yəni, kule və bu kartına baxıb ən azından belə bir predict verə bilirəm. Bura mən əlavə kart atmayacağım, kuleyə eyb yox, biraz hasar versin. Cəlladı qabağına bir dənə bunu ataq. Bir də bura biz raket ataq, bayaq ki dəyərləndirdiyimiz iksir. Tam mega şövalye oynayırmış. Deməli, ortaya çəkə bilərik səni. Çəkə bilmədik, bildim elə orada. Goblinlər. Səni bu arada kasırqa ilə aralamalıyıq, yoxsa 16 səviyyə olaraq sən kulemizi alarsan. Öf. Yəni, gələ eşləşməyə bax.
Yəni eşləşmə deyəndə kartlara bax. Yəni bu qədər bir şey gələcəyini gözləmirdim. Bilirdim ağır nəsə oynayır, amma ay balıqçı nə əlaqə, Mega Şövalye nə əlaqə, Cəhənnəm Əjdəri nə əlaqə. Nəysə. Biz sağ tərəfi almağa çalışarıq. Ən azından məğlubiyyətsiz oynamışıq bu seridə deyək, bu videoda. Məğlubiyyətsiz də videonu tamamlamağa çalışaq. Goblinlərlə yenə elə belə baskı eləyirəm. Bu arada biraz agresiv oynayacağım, çünki adam Mega Şövalye oynayır ki, indi bu dəqiqə evrimli Mega Şövalye var əlində. Bura əslində cəllad atıb, bunun qabağını birinci atardım. Adam yəqin özəlliyini basar. Bas özəlliyi bir. Bas, bas. Gör kimi öldürürəm də, gör kimə kulemi verirəm. Orada mən buz ruhunu səhv atdım, yəni əslində atanda bilirdim ki, bizim kuleyə gələn deyil. Məcburiyyətdən belə bir atak elədik. Yox. Uy, evrimli Mega oynamır bu arada, amma sarmaşıq oynayır. Goblinlərdən arxaya qayıt. Nəsə. Yenə sarmaşıq. Yox. Yəni mən çox səhv oynadım, amma nə bilim. Yəni ev yox. Yəni raketi orada atmamalıydıq. Raketi biz orada atdıq və oyunu 3 taçla uduzduq. Məsələn, bu qədər oldu. Sağ olun, özünüzə yaxşı baxın ki, yəqin ki, nihai olaram deyə düşünürəm. Düzdür, 5 günümüz qalıb, çox da günümüz qalmayıb. Amma nihaiyə kasmaq olar. Oldu, sağ olun.